Salam əziz izləyicilər. Deməli bugünkü qonağımız Vaz 2106 motoru. Motor problemi ilə yaxınlaşıb. Motorda yağ yemə var. Biz də dərhal işə qoyulduq. Motor söküldü, qalovka söküldü. Klapanlarda bir şey yoxdur, yaxşı işləyir. Proqladka bu vəziyyətdə. Porşunlarda səs var. Kolsa təmiz sıradan çıxıb. Motor çıxdı təmiz. Kolsavat olundu, motor kraskalandı. Blok bu vəziyyətdə. Gilizdə ləpə-ləpə idi. Giliz dəyişilməlidir. Yonulmalıq yeri yoxdur. Giliz dəyişildi. Zapçaslar, botqaykalar hamısı yuyuldu. İdeal şəkildə yiyəsinə təhvil verdi.